Mən də çıxdım da işdən. Niyə? Bezmişdim, yorulmuşdum. Sən nə edirsən? Mən də evlənirəm. Nicatla? Nə yaxşı. Nicat iş tapdı? Yox, nə Nicat, o iş tapandı. Başqa adamdır. Yaxşı işi gücü imkanı olan biridir. Mama ilə maması tanışdı. Əminsən? Hə, nə qədər oturub Nicatı gözləyəcəm. Xeyirlisi. Demisən bəs Nicata? Yox, deməmişəm, çağırmışam, bura gəlsin deyəcəm. Nə deyim, xeyirli olsun. Çox sağ ol. Salam. Salam. Necəsən Mələk? Nə var, nə yox? Sağ ol Nicat, sən necəsən? Sağ ol, mən də yaxşıyam. Mən icazənizdən durum da. Görüşərik Nəmin, hə? Görüşərik. Sağ ol. Nə yaxşı gəldin bura? Bəs çıxanda gedək kinaya. Onlar çıxıb gedər yaxşı dəniz qırağına balıq yeməyə. Nicat, mən ayrılmaq istəyirəm. Başa düşmədim. Niyə? Evdən evləndirirlər məni. Sənin öz fikrin yoxdur. Mənim öz fikrimcə də belə məsləhətdir. Səndən bir dənə xahişim var. Bilsən ki, bütün həyətdə hamı bizi bilir. Mənim nişanlanacağım adam gəlib mənə səndən maraqlansa, bir kəlmə deyə bilərsən ki, dost olmuşuq. Yaxşı. Deyirəm. Ben de yoluma giderim, ezdirmem kendimi ama gezdirmem de gönlümü. Gider acımı çekerim, ben de yoluma giderim, ezdirmem kendimi ama gezdirmem de gönlümü. Siz də Turab doktorun qəbuluna gəlmisiniz? Hə, Hamiləsiz? yox, təəssüf ki, mənim uşağım olmur. Neçə həkimləri də gəzmişik, yoldaşım dedi ki, bu sonuncudur. Gələk bir yoxlayaq, alınar, alınmaz da ki, dedi canın sağ olsun. Əsas bir-birimizin xoşbəxtliyimizdir. Bəs siz? Nə gözəl. Mənim də uşağım olmur. Əslində mənim yoldaşım biləndə ki, uşağımız olmayacaq. Ayrıldı məndən, heç həkimi belə aparmadı. Prosta indi özüm üçün gəlmişəm yoxlanışa görüm. Nədir, yəni nə problem var. Allah köməyiniz olsun. Çox sağ olun. Ah, yoldaşım da gəldi. Gedək, həkim gözləyir. Gedək. Nicat, necəsən? Sağ ol, Nərmin, necəsən? Siz bir-birinizi tanıyırsınız? Hə, Nərminlə dost olmuşuq. Lap yaxşı. Gedək. Hayatımın en güzel anlarını ona verir.